Herkese salam. Bize uşaqlıq illərimizi xatırladan həmən o qoz şirniyyatının reseptini sizinlə bölüşürəm. Ərzaqların miqdarını açıqlama bölməsində qeyd etmişəm. Qaba əridilmiş kərə yağını, şəkər tozunu, vanili, kapartmanı əlavə edib çırpıcı ilə çırpırıq. Üzərinə yumurtanı, unu əlavə edib ələ yapışmayan xəmir yoğururuq. Gördüyünüz kimi ələ yapışmayan çox yumuşaq xəmir əldə etdim. Yoğurduğumuz xəmiri 6 hissəyə bölürük. Xırda-xırda doğradıqdan sonra əlimizlə yuvarlayıb balaca toplar əldə edirik. Bu formada balaca toplar əldə edirik. Əvvəlcədən qızdırılmış qaba hazırladığımız topları qoyuruq. Vamxodda nəzərinizə çatdırım ki, qazın xodu çox az olsun. Vamxodda yavaş-yavaş bişməlidir. Qıraqlarını sərgəyə salırıq və içərisinə bişmiş molako əlavə edirik. İstəyən zövqə görə, mən qoz ləpəsi əlavə etdim içərisinə, zövqə görədir. Yəni siz istəsəz fındıq ləpəsi, badam, yəni hər şey, ürəyiniz hansı çərəz istəyirsə onu da qoya bilərsiniz. Mən qoz ləpəsi qoydum. Və bu qədər hazırdır. Hazırlayacaq olanlara indidən nuş olsun. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Yorum yazmağı, bəyənməyi unutmayın.